Beyləqan rayonunda 31 yaşlı oğlan yetkinlik yaşına çatmayan qızla ailə qurmaqda və intim münasibətdə olmaqda ittiham edilib. Telegrafın əldə etdiyi xəbərə görə Beyləqan rayon sakini 1994-cü il təvəllüdlü Arif 12 yanvar 2024-cü il tarixdən 2024-cü ilin iyul ayının ortalarınadək qardaşı Elmarın Beyləqan rayonunun kəndində yerləşən evində 15 yaşlı xanım ilə münasibətdə olub. Arifin barəsində Cinayət Məcəlləsinin 152.1-ci 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Arif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, xanımı qohumları vasitəsilə 2023-cü ilin may ayında tanıyıb, ailə qurmaq istəyib. Bu məqsədlə yaşadığı ünvana gedib söhbət etmişəm. Xanım da məni bəyənərək ailə qurmağa razı olduğunu bildirdi. Ailələrimizlə birlikdə bir-birimizin evinə gedib gəlməyə başladıq deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, 10 iyun 2023-cü ildə qohumlarının iştirakı ilə xanımın yaşadığı Ağcabədi rayonunun kəndində nişan mərasimi keçirilib. Xanımın 18 yaşı tamam olduqdan sonra nikaha daxil olmağı planlaşdırdıq. 2024-cü ilin yanvarın 12-sində xanım məni qardaşımın yaşadığı evə gəldi. O evdən qaçdığını, geri qayıtmaq istəmədiyini dedi. Mənə qardaşım mobil telefonla məlumat verdi. Mən də evə gedərək xanımla danışdım. Razılaşdıq ki, xanım qardaşımın evində qalsın, mən də öz evimizə getdim. Bundan sonra biz xanımın atasının mobil telefonla qızının bizdə olduğunu dedik. Bir ailə kimi yaşamağa başladıq. Özüm tez-tez qardaşımın evinə gedərək xanımla görüşürdüm deyə o ifadəsində göstərib. Arifin ifadəsinə görə belə günlərin birində yenə yanvarın 19-da xanımla evdə tək qalıblar. Qarşılıqlı razılaşma əsasında təbii yolla cinsi əlaqədə olduq. 2024-cü ilin iyul ayının ortalarınadək eyni qaydada, yəni təbii yolla dəfələrlə o evdə cinsi əlaqədə olduq. Daha sonra xanım hamilə qaldı. Avqust ayında Beyləqan rayon mərkəzi xəstəxanasına müraciət etdik. 2025-ci ilin fevral ayında mən kirayə ev tutaraq xanımla birlikdə ayrı yaşamağa başladım. Ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq etməmişəm. Bizim bir qız övladımız doğulub. 2025-ci ilin martın 29-da polis şöbəsinə dəvət edildikdən sonra xanımın 16 yaşına çatmadığı üçün cinsi əlaqədə olduğuma görə cinayət məsuliyyəti daşımağım izah edildi. Uşaq dünyaya gəldikdən sonra xanımla cinsi əlaqədə olmamışam deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. İş üzrə zərər çəkmiş xanımın sözlərinə görə Arif onun faktiki əridir. 12 yanvar 2024-cü ildə qeyri-rəsmi formada ailə qurublar. Mən Arifi 2023-cü ilin may ayından tanımışam. Biz bir-birimizlə uzaq qohum düşürük. Həmin vaxtlarda Arifin ailəsi bizə qonaq gəldi və aramızda danışaraq evlənməyə razı olduq deyə o ifadəsində göstərib. Xanım qeyd edib ki, 2023-cü ilin iyunun 10-da nişan mərasimi keçirilib. 18 yaşım tamam olduqdan sonra isə toy etməyi planlaşdırdıq. Atam, anamla mənim 14 yaşım olan zaman, yəni 2023-cü ildə boşanıblar. Bundan sonra məni atam saxlayırdı. Mən anasız böyüdüyümə görə çox əziyyət çəkmişəm. Yaşadıklarımdan bezdiyim üçün 2024-cü ilin yanvarın 12-sində evdən çıxdım. Kənd ərazisində tanımadığım bir taksiyə əyləşərək Arifin qardaşının evinə getdim deyə xanım ifadəsində qeyd edib. Xanımın ifadəsinə görə 2024-cü ilin yanvarın 19-da Arif onun yanına gəlib və evdə heç kim olmayıb. Saat 22 radələrində qarşılıqlı razılıq əsasında cinsi əlaqədə olduq.
Bu minvalla 2024-cü ilin iyul ayının ortalarından eyni qaydada münasibətdə olduq. Arif mənə qarşı heç bir zorakılıq etməyib deyə zərər çəkmiş şəxs ifadəsinə belə yekun vurub. Beyləqan rayon məhkəməsinin hökmü ilə Arif 6 ay müddətə azadlıqdan məhrum edilib. Barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə iclas zalından həbsə alınıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. O, təqsirlənən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilərək ona şərti məhkum edilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Şirvan Apellyasiya Məhkəməsinin isə də bu şikayətə baxılıb, şikayəti araşdıran hakimlər heyəti sonda təqsirləndirilən şəxsin müdafiəçisinin verdiyi şikayətin dəlillərini nəzərə almayıblar. Onun barəsində Beyləqan rayon məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıblar.